Hər vaxtınız xeyir olsun. Almaniyadan Azərbaycan şəxsiyyətinə salam. Hörmətli izləyicilər, bildiyiniz kimi bir neçə gündür TikTok sosial media platformasında baş verən öz başınalıq, belə deyim, son günlər xüsusilə diqqət cəlb edən TikTok sosial media platformasında Ləman Vəliyeva, yəni Ləman 41, 69, 31, nə bilim nə neçə adı altına tanınan Ləman səssizliyin sözümün açıqlamasıdır. Deməli, biz bunda bəzi bir neçə nöqsanları tutmuşduq. Xüsusən də tikinti sektorlarının rəhbərləri müəyyən bir məsələlər. Neysə, uzun-uzadı danışmayacağım. Bu günləri Azərbaycan tiktokerləri arasında yeganə yayımçıdır ki, müxalifət yönlü, eləcə də antipantist tərəfli olan Tural Sadıqlı. Azərbaycan Respublikasının daxilində Konstitusiya Məcəlləsinin müvafiq məddələri ilə cinayət işi açılmış bir jurnalist blogerin tənqidinə tuş gəldi. Mən elə fikirləşirəm, bu da xoş və yaxşı bir şey deyil. Hansı ki, həmin o jurnalistin tənqidi birbaşa TikTokerin üzərindən dövlət və dövlətçiliyimizə olunan zərbədir. Zəhmət olmasa yaxın əyləşək. Müxalifət Asmat Partiyasının mavini Adil Əmrullayevin bir müzakirəsi və mövzusu var. Gəlin əvvəlcə o kadrları orijinal bir vəziyyətdə izləyək, sonra mövzumuza davam edərik. Dubl devam. TikToker xanım çıxır efirə, qarşısında 5000 adam var və o 5000 adam içində deyir ki, mənim yaşadığım insan, belə də deyir, o sübutdur, kaydı da var, sizə sata bilərəm. Mənim yaşadığım insan 100.000 dollar təklif edir ki, Əli, Adil və başqa bir adam var, gəlsinlər Azərbaycana, burada sözləri yetirsinlər, elə kişidirlər. Gediblər orada vətən haqqında danışırlar, pul haqqında danışırlar, hakimiyyət haqqında danışırlar. Mənim yaşadığım insan verir, həm də şərt qoyur. Gəlirsiniz, kişisiz, gəlmirsiniz, kişi deyilsiniz. Hə 100.000 pul verir ki, siz Azərbaycana gələsiniz. 100.000 dollar, bəli. Yaşadığı insan, təsəvvür edin. Niyə ki, sizlə nə qəsd qərəzliyi var? Sadəcə bizim bu barizə apartmırıq. Biz olayı işıqlandırırıq. Yaşadığı insan kimdir? Ola bilər. Yaşadığı insan bilmirəm, bəlkə pulludur, halal yolla. Yaşadığı insan bir gün ərzində 700 dollarlıq hədiyyəni belə toxunuşdan ata biləcək bir. Yəni kimdir ki, vəzifəlidirmi yoxsa nədir? Bəli, biz tanıyırıq. Məsəl üçün araşdırdıq, şəklini də tapdıq, şəklini də tapdıq. Tikinti şirkətlərinin sahibidir. Yaxşı, qadın kimdir? Qadın da ki, Ləman, TikToker. Ha. Qadın da ki, TikTokerdir, adi bir TikTokerdir. Yəni ki, böyük kütləsi yoxdur. 7000-5000 adam baxır ona. Orada çıxır insanları sərdən kimi təhqir edir. Tək o deyil. Bax, bu yaxınlarda bir məşhur fenomen var. Bunu deyim, kimsə təhqir eləmək istəmirəm, amma kül onu saxlayan başına. Həqiqətən, saxlamağa adam yoxdur, gedin saxlasın. Nəysə. Biabırçılıqdır. Siz hələ qadın da yenə də o nə qədər də olsa qadındır, qadınla yaşayır, okey, problem deyil. Söhbət bundadır, bu yaxınlarda Azərbaycanın ən güclü, yəni qadın cinsidir, qadın cinsidir. Azərbaycanın ən güclü... Söhbət onun qadın cinsi olması yox. Söhbət sizə onu deməsi ki, 100.000 verirəm, onları gətirin bura. Bunun özü bir ya cinayətdir, ya bir şantajdır, ya bir təhdiddir, cinayətə təşviqdir. Bunlar yəni elə-belə keçiləsi məsələ deyil, ona görə dedik. Sonra mən belə deyim də, təsəvvür saxlarım, ülə istədiyi adama çıxardım 10.000 Bunu dövlət araşdırmalıdır. Bəli, bu heç də xoşa gələn bir hal deyil. Çünki bugünkü gündə Azərbaycan TikToker yayımçılarından hələ heç biri bu səviyyəyə və bu levela gəlib çıxmamışdır. Bəli, bugünkü gündə nədir TikTokerə o sözü dedizdirən? Əşrəf 100.000 dollar verir səni Azərbaycana gəlməyindən ötürü. Mən B variantı deyirəm və yaxud da C variantı deyirəm. Daxili İşlər Nazirliyinin cənab general polkovnik Vilayət müəllim Eyvazov, yaxud da ki Dövlət Təhlükəsizlik Xidməti Əli müəllim Nağıyev və yaxud da ki bir ərzir keçirəm D variantına Vergilər Nazirimiz cənab Mikail müəllim Cabbarov. Çünki burada funksionallıqlar bir balaca çox maraqlı bir mövzudan gedir. Nəyə görə? Bugün bir TikTokerin əlindən onun chestini asqarabləç edən bir insana 100.000 dollar təklif olunursa, bugün ölkə başçısı, eləcə də bilavasitə onun ailə üzvləri, eləcə də bilavasitə ölkənin güc strukturları və xüsusi xidmət orqanları istənilən bir müavinət qarşılığında və pullar qarşılığında təhdid, təhqir və ölkə daxilində təxribat olunarlar. Əslində çox maraqlı bir mövzudur. Ləman Vəliyeva bilirsiniz ki, Azərbaycanda prokurorluq orqanlarında ESI ləqəbi ilə tanınan çox məşhur bir qadındır. Yəni Azərbaycan prokuror orqanlarında hamı onu əllə və barmaqla göstərir. ESI ləqəbi ilə tanınır. Tam adı Esmir adı, əslən Naxçıvanlıdır. Atası prokurorluq orqanlarında general kimi fəaliyyət göstərir bir vaxtlar və hal-hazırda onun qızı orada fəaliyyət göstərir. Həmin ESI ləqəbli bu Esmira İlk başlarda Baboşun dəstəkçisi olub, daha sonra Ləman və Saf Travel Samirə və bu insan alveri, daxili insan alveri. Türkiyə, Gürcistan, Dubay. Türkiyə istiqamətində Ramada otel deyilən bir şey var. Saf Travel'ın rəhbəri Samirə xanım Ramada oteli çox gözəl bilir, çox gözəl bilir.
Hətta onun sonuncu qurbanlarından biri də Nərmin olmuşdu. Nərmin xanım, biz ondan danışdıq, məsləhətləşdik, mövzunu qoyduq yerə və bir daha onlar bir yerdə əməkdaşlıq eləməyəcəklər. Yəni Nərmin xanım bəzi məsələlərin nə yerdə olduğunu bilmədiyini dedi. Samirə xanımın həqiqətdə nə işlə məşğul olduğunu bilmədi dedi. Yəni Travel adı altında prokurorluq nümayəndəsinin Travel adı altında TikTokerdən Türkiyəyə transfer olunması. İnsan o deyil. Kiçicik bir sual. Azərbaycan Respublikasının himnini söyüşlə təhqir edən bir insan Azərbaycanda xəbərdarlıq alar, yoxsa məhkumiyyət alar. Amma Ləman Vəliyeva xəbərdarlıq aldı. Amma sən eləsəydin o hərəkəti, sən xəbərdarlıq almazdın. Demək ki, hər bir məsələlərin arxasında xüsusi diqqət və maraqlar durur. Mən bugünkü gündə dövlət qurumlarından, rəhbərlik heyətindən tələb edəcəm. Bəli, tələb edəcəm, bir vətəndaş olaraq haqqımdır. Çünki bu günləri Astürk İnşaat və Zeynallı MMC Çınarlı Plazada onların ofisləri var. Qanunsuz fəaliyyət göstərirlər və reyestrlərində qanuni işçiləri yoxdur. Qumarbaz kimi tanınırlar, rentekarlarda, obyektlərdə gecələr ev daxili, ev şəraiti qumar oyunları təşkil olunur. Eynən YGİ 999-un məsələsi kimi. Və Əşrəflə Ləmanın işbirliyi keçən ilin avqust ayından, yəni yayına təsir edir. Sual vermək istəyirəm. Mənim ölkəmdə Daxili İşlər Nazirinin general polkovnikin il ərzində akladla verilməsi mümkün olmayan o 100.000 dollar pul hardan TikTokerə gəlir ki, o adam rahatlıqla çıxıb milyonlarla insanın qarşısında deyir ki, tası qaldırdıq 100.000 dollar. İzləyək. Yaxşı da sən buradan deyirəm. Əşrəf deyir ki, tası qaldırdım, 100.000 verirəm, gəlməyən kişi deyil. A variantı, yoxsa B variantı. Maraqlı bir sual verəcəm sizə. Ölkədə vətən uğrunda canından keçmiş, Mübariz İbrahimov kimi xüsusi qəhrəmanlıq keçmiş, generallar kimi, Polat Həşimov kimi generaldan söhbət edirəm. Çingiz Mustafayev kimidən söhbət edirəm, Əliyar kimidən söhbət edirəm. Heç bunların qanı 100.000 dollar etmədi, əzizlərim. Bunların qanı 100.000 dollar etmədi. Kiməm mən? Mənim qanım 100.000 dollar etsin. Kimsən sən? Sənin ətrafındakı o 100.000 dolları cibinə gətirsin. Əgər sən bugün testini asqablet edən bir insanı 100.000 dollar qarşılığında pul təklif etməyə bacara bilən insansansa, demək ki, sənin take-away kaşında o 100.000 dollardan yoxdursa bir 20 dənədir ki, onun biri sənə təsir etməz. Bugün ölkədə çox təəssüflər olsun ki, qanunsuz pul dövrələri və çirkli pulların yuyulması maxinası çox güclü şəkildə davam edir. Və xüsusən də Ləmana hədiyyə atan profillərin 70%-i fake profillərdir. Səbəb nəyə görə fake profillərdir? Geri çəkim eləyən zaman TikTok həmin o səhifəni məhv edir. Yəni darmadağın eləyir. Elə bir bakiyyə geri qaytarır. Amma müəyyən bir gündən sonra o səhifə yerli bir məhv olur. Və bugünkü gündə Ləman Vəliyeva özünüz bilirsiniz ki, son 3-5 günləri izləyicilərinə qarşı çox düzgün əxlaqsızlıq eləyir. Atomun başıdır, anomon başıdır, əcəb eləyirəm, zor eləyirəm, yaxşı eləyirəm. Hətta bir post paylaşmışdı. O postu mənim təzyiqimdən sonra sildi. Birini göndərəcəm dəlixanaya, birini göndərəcəm həbsxanaya. Görmüşsünüz də sonuncu postu. Mənim çıxışımdan sonra silmişdi. Niyə? Çünki götü qoymuşdu. Səbəb nədir? Sən heç bir vaxt açıq publika qarşısında kimisə dəlixanaya göndərəcəm, kimisə həbsxanaya göndərəcəm məsələlərini dilinə gətirə bilməzsən. Çünki sən hüquq mühafizə orqanı deyilsən, sən hakim deyilsən. Sonda videomun sonuna belə başlıq gətirəcəm. Mən TikTok sosial media platformasından, bax bu videodan sonra, hətta sənin performansından sonra mən TikToku silirəm və TikTokdan gedirəm və bir daha heç bir yerdə sənin qarşına və nəinki sənin ümumiyyətlə Azərbaycan xalqının qarşısına çıxmayacam. Bir növ qeybə çəkiləcəm. Amma yalnız bir şərtim var Ləman. Demirsən şəratıram? Artıq 11-ci gündür bu şərti səndən tələb edirəm. Durub kiməsə xahişə minnətə çıxmağa ehtiyac yoxdur. Ay nə bilim, gəlin canlımda sizdən üzr istəyim, buna da ehtiyac yoxdur. Gedim sizə video çəkim, üzr istəyim, ona da ehtiyac yoxdur. Bu günləri səndən kiçik bir xahişim. Sən bunu eləyirsən, mən də müqabilində bunu eləyirəm. Çıx denən ki, məhkəmə prosesi zamanı sənin qanında narkotika çıxmayıb. Qanında narkotik maddə aşkarlanıb. Çıx denən ki, 7 prosesdə məhkəmə prosesini gedən zaman 468 saat məsələlərində qoyulan bir qırağa və çıx denən ki, məhkəmə proseslərinin birində sənin Leo Bank hesabından ədliyyə qurumlarında işləyən Kapital Bank hesabına 3500 manat pul gedib S ləqəbli prokurorluq əməkdaşı Esmira xanımın vasitəsilə. Çıx denən, mən səhv deyirəm. Əgər çıx denən, mən yanlış deyirəm. Və ən əsası xüsusən ciddi üstünə düşdüyüm mövqe, sənin 1000 manatlıq cərimən.
və TikTok məsələlərinə görə. O cərimənin reallığını və pərdə arxası səhnəsini deyim. Saf Travel'ın rəhbəri Samirə xanım o vaxt ambasador oteldə səni insan alveri Daxili İşlər Nazirliyinin İnsan Əlverlərinə qarşı mübarizəsi idarəsinin keçmiş zabiti olmuş, indi başqa bir sahədə, başqa bir bölmədə həmin o polis zabiti fəaliyyət göstərir. Rəvan müəllim sizi həbs etmişdi, əxlaqsız. Yəni Samirə xanım səni müştəriyə hədiyyə gətirmişdi. Bir qoca bir iş adamı idi, məmur idi, dövlət sektorunda bir məmur idi. Səni ora padarka gətirmişdi. Həmin vaxt siz Saf Travel'la birgə əməkdaşlıq edirdiniz və həmin ərəfədə siz TikTok sosial media platformasında dəstəkçi kimi tanınan bir-iki yaxşı qardaşlar var. Daha doğrusu onların aralarında mənim hörmət elədiyim və xətri mənə əziz olan bir qardaş var. Həmin o qardaşa qarşı ağzınıza gələn sözləri deyirdin TikTokda və səni insan əlverlərinə qarşı mübarizə idarəsinin polis zabiti əxlaqsızlıq qucaqda olduğun bir vaxt otel nömrəsi 21-ci otaq polis zabiti baskın eləyir və sizi otaqda həmin adamla lüt yaxalayır. 2 gün sən polis nəzarətində qalırsan və Samirə xanım 10.000 AZN pulu gətirəndən sonra sənə 1000 manatlıq cərimə vurub TikTok adı ilə buraxırlar. Amma ondan əvvəl bölmənin içində həmin o dəstəkçilərdən səndən üzr istətdirirlər. Denən səhv deyirəm, denən yalan deyirəm və denən şər atırlar. Xahiş edirəm. Mümkündürsə denən. Əgər mümkündürsə. Sən bunu mənə deyirsən ki, mən şər atıram, elə bir şeylər olmayıb, mümkünsüzdür. Mən də çıxacam, bir-iki dənə layihələrim var. O layihələrimi qoyacam, ondan sonra artıq mənə maraqsız olacaq. Sənin aqibətin necə olacaq? Bugünə qədər sənin aqibətin mənə maraqlıdır. Amma bugündən sonra sənin aqibətin mənə maraqsız olacaq. Bəzi səs yazıları olacaq Samirə xanımın insan alverinə qəhbət çıxartmaq, özür istəyirəm, fahişə çıxartmaqla bağlı. Bəzi sənin səs yazın olacaq. Ulu Öndər Heydər Əliyevin doğum günündə sənə məlumat verirlər ki, bir paylaşım elə. Bugün Ulu Öndərin doğum günüdür. Sənə qalib deyirsən ki, Ulu Öndər sı eləyən gəlib bir vaqon. Mən 72 dörəm. Onun goruna belə-belə eləyim. Onlar ortaya çıxsa Ləman, əmin ol, sənin uşağın əlindən alınaraq uşaq əsirgəmə qurumuna kimi dəlixanaya göndərirdinsə, və bax, özün gedərdin dəlixanaya. Bugünə qədər aqibətin mənim üçün çox maraqlıdır. Amma bugünə qədər də hər şey sənin əlindədir. Çıx deyərsən, yalan deyirəm. Amma canlı yayıma yox. Sənə canlı yayım qadağası qoyuram. Hər açdığın canlı yayımda sənin, Əşrəfin, Esmiranın, dünən gecə Esmiranı ortaq əməkdaşlıqlara görə hörmətli göstərdim. Çünki mənim də əmim generaldır. Amma bugün gecə hörmət eləməyəcəm. Samirənin övladını sənin, yəni çox pis, ağır vəziyyətə sizi təhqir eləyəcəm. Çox pis ağır vəziyyət. Çünki sənə qarşı açıq müharibə elan edirəm. Sən bizim cəmiyyətin bir nömrəli düşmənisən. Sənə görə çox qızlarımızın ailəsində və ocağında problemlər yanır. Gəlin qaynana söhbətini sən gətirmirsən ortalığa. Bizim qızlarımızı pozğunluğa, fahişəliyə, əxlaqlığa, əxlaqsızlığa yönəldə bilməsin. Baxdın, getdi. Məsəl və fikir sənin. Bugündən sənə qarşı hər gün təxribat xarakterli video müraciətləri və video kontentlər olacaq. Hə, gedib hansısa yayımçıya deməklə ki, video doğmusan, stolun altında doğmusan, nə bilim stolun üstündə doğmusan, o TikTokda Miss Nani ilə Bakinka, sən ən çox sözləri onlara itələyirsən. Onların ola bilər bir qeyrəti namusu yoxdur, gəlib sən dili qvardıva soxsunlar. Mən bir balaca öz proyektimdən sənə cavab verim ki, əslində sən də video doğmusan. Çünki sənin atanla ananın münasibəti bir kafedə sənin atan kebabçı işləyirdi, anan da bir təmizləyicisi işləyirdi. Həmən vaxt basışıblar və sənin anan hamilə qalıb, atan da qoyub sizi gedib. Yalandan cəmaatdan ostura havasma ki, mənim 3 yaşım oldu, atam rəhmət edib. Bax belə. Özümüzdən müğayət, Allaha əmanət. Bir-iki yerdə vulqar söyüşlərə yol verə bilərəm. Məni də üzürlü sayın və bir daha demək istəyirəm ki, heç bir vəziyyətdə və heç bir şəraitdə heç kimin körpəsini və heç kimin ailəsini, heç kimin əzizlərini həyat boyu mən səbəbsiz yerə və məqsədsiz yerə söymərəm. Sizin sadəcə görə bilmədiyiniz məqamlar var. Çünki Ləman öz səhifəsində və öz platformasında mənə qarşı açıq bu kompromisləri verə bilməz. Çünki hüquq mühafizə orqanları ona qarşı çox ciddi və sərt tədbirlər görərlər. Ona görə də Ləman, onun bilirsiniz də Ləman tanış mollaları, cadular, madular, Ləman bu şeydə çox perfekt bir adamdır. Bakının bütün bərk edən cadugarları da Ləmanı çox gözəl tanıyır. Nəysə, Ləmanın fake profilləri, o bir dənə adını çəkməyəcəm reklam olar, bir cadugar tanışı ki var, sosial mediada bizim ailə üzvlərimizi, bizim körpəmizi, bizim ailəmizi belə təhqir elətdirir. Hər şey Ləman, yadında saxla. Bugün sənin uşaqlarının, bugün sənin əzizlərinin, bugün sənin var-yoxunun söyülməsinə səbəb olan elə sən özünsən. Çünki sən eşşəklik və ağılsızlıq eləyib mənim ailə üzvlərimə və körpəmə qarşı fake profillərlə təhqir etdirməyin səni bugün bu yerə gətirib çıxartdırır. Sözümdə yalan varsa, Ləmanı real həyatdan tanıyan insanlara səslənirəm. Zəhmət olmasa telefonu alın əlinizə, onun baldızı Turə xanımı yığın. O sizə hər şeyi anlatacaq. Çünki vaxtı ikən Turə xanım, onun övladı və onun ailə üzvləri, bir sözlə keçmiş həyat yoldaşının ailə üzvlərini sosial mediada fake profillərlə ən ağır söyüşlərlə paylaşıb təhdid və şantaj edən Ləman sən olursan. Bunu da unutma. Və bugün keçmiş ailənə etdiyin prosesi mənim ailəmə etmək istəyirsən ki, susun və sənin gizli qalmış cinayətinə göz yumun, mümkünsüzdür. Unutma,
ölkədə şəhidimin qanı heç 100 min dollar etmir. Səndə, daha doğrusu o sevgilində, qumarbaz sevgilində 100 min dollar hardan oldu? Diqqətinizə görə minnətdaram. İzlədiyiniz üçün təşəkkür edirəm. Ola bilər biraz başarılı oldu. Güman edirəm ki, diqqətinizi hardasa cəlb edə bildim. Bugündən etibarən hüquq mühafizə orqanlarına hər gün təbliğat və təşviqat proqramlarına davam edəcəm. Tutduğum vəzifədən və olduğum mövqedə asılı olmayaraq, Yeni Azərbaycan Partiyasının Gənclərdən İbarət Hərəkatının üzvü olaraq 8 ildir dediyim bir söz və ömrümün axırına qədər də deyəcəyim bir söz. Çünki dövlət qurumlarında xidmət etmək, Azərbaycan Respublikasına xidmət etmək o şərəfli forma əynində olana qədər deyil, kəfən libası əynində olana qədərdir. Azərbaycan Respublikasına xidmət edirəm. Salamat.